Bismillahirrahmanirrahim. Fəcr surəsi. Demək olar ki, ayənin sonları 27, 28, 29, 30. Buyurur Rəbbimiz: Ey arxayın olan nəfs, ruh, sən ondan, yəni Allahdan, sən ondan, o da səndən razı halda öz Rəbbinə tərəf dön. Bəndələrimin arasına keç. Cənnətimə daxil ol. Arxayın olan nəfs, mütməin nəfs nədir? Gözəl bir izah gətirirlər. Baxın, biz azad bir varlığıq. Yəni, yaxşı ilə pisi öz seçimimizdir. Allah məni məcbur etmir ki, bu yaxşını edim, bu pisi edim və yaxud da daha yaxşını. Bunlar arasında seçim mənim ixtiyarımdadır. Mən məcburi bir varlıq deyiləm. Yəni, cəbirlik yoxdur. Allah məni heç bir şeyə məcbur etmir. Cəhənnəmi seçirəmsə özümə görədir. Mən öz ixtiyarımla seçmişəm. Cənnəti seçirəmsə mən öz ixtiyarımla seçmişəm. Bu seçimlər hamısı mənim öz ixtiyarımdadır. Heç kəs məni nəyisə məcbur etmir. İnsan azad bir varlıq və o azad bir varlıq olaraq təkamül edir. İnsanın digər varlıqlardan üstünlüyü budur ki, insan azadlığa maksimum dərəcədə sahibdir. İnsan istədiyini edə bilər. Mən istəmirəm kəlam bəhsinə, etiqad bəhsinə giriş edim. Mövzumuz o deyil. Qısa danışıram. İnsan azad varlıq olaraq Allah onu azad yaradıb, icazə verib, izin verib ki, o azad olsun. Təbii ki, Allahın iradəsi bizim iradəmizin üzərindədir. Amma Allah izin verib ki, biz istədiyimiz işləri görə bilək. Bu demək ki, deməli, insan öz iradəsində, öz seçimində geniş bir iradəyə, ixtiyara sahibdir. İstədiklərini eləyə bilər, nə qədər şeyləri eləyə bilər. Geniş bir iradəyə sahibdir, geniş bir ixtiyara sahibdir. Və bu insanın digərlərindən üstün olmasını göstərir. Düzdür? Bir mənada bəli, düzdür. Amma insanı kamil edən bu geniş iradəyə sahib olmaq deyil. İnsanı kamil edən iradəsinin dairəsinin kiçilməsidir. İradəsinin, seçimlərinin dairəsinin kiçilməsidir. Yəni, seçim niyə olur? Niyə mən yaxşı ilə pis arasında seçim edirəm? Düzdür, bu üstünlüyü bildirə bilər bir mənada. Amma daha kamil olmaq demək deyil bu. Sən gəlib yaxşı ilə pis arasında seçim edirsənsə, bu demək ki, sən nöqsanlısan, kamil deyilsən. Bir mənada üstünlüyü bildirə bilər. Ancaq bir mənada da o demək ki, sən nöqsanlısan. Yəni, sən yaxşı ilə pis arasında seçim edirsənsə, bu deməkdir ki, sən hələ hansının daha üstün olduğunu bilmirsən. Seçim edirsən. İxtiyarın var burada seçim etməyə. Kamil insan odur ki, elə bir həddə gəlib çatır ki, o yaxşı ilə pis arasında qalmır. Pisi nə işin var? Pisin burada nə işi var? Elə bir dənə şey var, o da yaxşı. Daha yaxşı ilə yaxşı arasında qalmır. Yaxşı nədir? Yaxşını qoyur qırağa, daha yaxşı. Mənə lazım deyil seçim edin burada. Daha yaxşı nədirsə onu bilirəm mən. Amma burada seçim edirəmsə, görəsən mən daha yaxşını edim, yoxsa yaxşını. Görəsən mən pis edim, yoxsa yaxşını. O demək ki, kamil deyilsən. Sən hələ seçim edirsən. Kamil insan isə elə bir həddə çatır ki, o pisə baxmır, ümumiyyətlə pisi görmür. O ümumiyyətlə yaxşını görmür, daha yaxşını görür. Ancaq daha yaxşıya qaçır. Nə yaxşıdırsa, nə daha yaxşıdırsa ona tərəf qaçır. Və bu zaman onun iradə, ixtiyarı, seçimi o dairə kiçilir. Amma kiçilsə də o mənada deyil ki, ixtiyarı əlindən alınıb. Sadəcə olaraq ancaq daha yaxşıları görür, burada pislər yoxdur. Yaxşı yoxdur, ancaq daha yaxşıdır. Daha yaxşını gördüyünə görə o tərəfə getmir. Yaxşıya, pisə tərəf getmir. Onu görmür, artıq burada seçim yoxdur. Seçimdə də o ixtiyar, o dairə kiçilir. Lakin bu kiçilmək cəbr demək deyil. Bu kiçilmək onun kamalından qaynaqlanır.
o seçimin kiçilməyi, o dairənin kiçilməyi onun kamalından qaynaqlanır. O qədər pak insandır. O qədər bu insan ruhu pakdır ki, ancaq yaxşıları görür. Ancaq yaxşı işləri görür. Ona görə deyir, ey aram olan nəfs. Aram olan nəfs, bəzən deyirlər ki, burada həmin o nəfs, o ruhdan söhbət gedir ki, elə bir həddə çatıb ki, o daha yaxşıları görən nəfsdir. Onun üçün artıq yaxşı və pis yoxdur, ancaq daha yaxşıdır. Və bir insan daha yaxşını ancaq görürsə, o demək ki, artıq zamanı gəlib çatdı, Rəbbinə tərəf getməlisən. Necə ki, Allah seçim arasında deyil. Allah seçmir, görəsən bu pisliyi eləyim, yoxsa yaxşını. Görəsən bu yaxşını eləyim, yoxsa daha yaxşını. Daha yaxşını etsə, ancaq onu eləyir. Seçimə ehtiyac yoxdur. Allah nöqsanlı bir varlıq deyil. İnsan da o həddə gəlib çatanda deyir, dön Rəbbinə. Artıq sən Rəbbini başa düşdün. Dön Rəbbinə tərəf. Artıq sən Rəbbinlə görüşə bilərsən. Artıq sən Rəbbinin təyin etdiyi əmrlərdir, qadağalardır. Bunları başa düşürsən ki, Rəbbin daha yaxşı nədirsə onu edib, Rəbbindən məhrəm oldun. Artıq sən Rəbbinə tərəf gedə bilərsən. Ona görə deyir, ey arxayın olan nəfs, sən ondan, o da səndən razı halda Rəbbinə tərəf dön. Yəni, ilahi, başa düşdüm səni. Sən nə istəyirsən, mən də onu istəyirəm. Başqa bir şey istəmirəm. Sənin istədiklərin daha yaxşıdır, mən də onu istəyirəm. Niyə edirəm mən pisi, niyə edirəm mən yaxşını? Deyir, bəndələrimin arasına keç. Yəni, o bəndələrim ki, artıq onlar daha yaxşıları görür. Cənnətimə daxil ol. Yəni, mənim cənnətimə. Hər cənnətə yox. Hamı cənnətə gedə bilər. Günahkar da cənnətə gedə bilər. Amma xüsusi mənim cənnətim var ki, ora o kəslər üçündür ki, nəfslərə ancaq daha yaxşını görürdü. Allah bu mübarək Ramazan ayında bizə ancaq daha yaxşını görənlərdən, bizi ancaq daha yaxşı görənlərdən qərar versin.